Səbirsiz olan insanlar biznesdə olmamalıdırlar. Niyə? Müəyyən bir vaxt olur ki, məsələn, biznes vaxt tələb eləyir. İnsan var ki, məsələn, biznesə baxır ki, hansı bizneslə məşğulsan və ona uyğun da vaxt tələb olunur. O məsələdə mütləq ki, səbirli olmalısan. Çünki ola bilər, hansısa bir yerdə gəlib uğura çatarsan, gəlib çatmısan uğura. Bir addımın qalıb da. Sən də oradan döngə eləyərsən ki, alınmayacaq. Orada uğursuzluq sən. Ona görə səbir bu məsələdə çox vacibdir. Mütləq sən girdiyin biznesi nişa deyirlər də onu. A-dan yaya kimi onu eləməlisən, analiz eləməlisən ki, bu bazarda kimlər var, rəqiblər kimdir, ümumiyyətlə harda, yəni dükandırsa harda açmalısan, lokasiyası çox vacibdir. Yəni analiz olmalıdır. Analiz etmədən heç bir biznesə başlamaq olmaz. 90% insanların əksəriyyəti harda səhv edirlər, baxırlar motivasyonlu videolara, fikirləşirlər ki, bunlar idarə edənlərdirlər. Ancaq ki, səhv edirlər. Başa düşün, yəni insan var idarə olunandır, insan var idarə edəndir. Sən onu bilməlisən ki, sən hansı təbəqəyə aidsən. Yəni iki dənə video baxmaqla, hansısa bir biznesi olmayan motivatora, hansısa bir speakerə baxmaqla o səhvi etmək olmaz. İndi qardaşım, sən deyəcəksən ki, mən hardan bilim, mən hansı tərəfdəyəm? İdarə olunanam, yoxsa idarə edənəm? Birinci, sən kimsə yanında işləməlisən. Yaxud da fərq etməz. Həmin o sahədə olacaqsan, yoxsa olmayacaqsan. Sən ən birinci öz yerini təyin etməlisən ki, sən hansı işlə məşğul olacaq. Ona görə sən bir müddət gəzməli olacaqsan.